Ha arkadaşlar bu da hemen ev. Qəbələ Bakı trasından təxmini 100-150 metr olar ən uzağı. Bu da bu məhəlləsi. Böyük quraqlığı 12-nin 9-u. Evin hər tərəfinə giriş var. Ev yanı təzə tikili evdir da. Burada belə bir bağı. Qıraqda belə bir bağı. Buna beləncə yenə pilləkən girişidir. Burada letni balkonudur. Yəni balkonun altında bu hissədə də 15 tonluq su səni var. Yəni evdən əlaqəsi yoxdur. Bura opşi evin girişidir. Burada mətbəx hissəsidir. Yəni bu letni balkona çıxışı. Yəni evdən də girişi var mətbəxə. Mətbəx də bu vəziyyətdədir. Bütün əşyalı verilir. Mətbəximiz beləncəkdir. Yəni orada iş-düş edirsən, üzrə hesab edirsiniz, biraz evi səliqəsiz ola bilər. Yəni burada da addelin oturan yeri. Yəni buradan qapı qoyulub, letni balkona çıxışdan ötür. Burada evimizin girişi koridor hissəsidir. Burada hamam sanuzör sistemi. Burada da yenə mətbəqə, yəni evdən girişidir. Burada belə bir dənə plastikdən qapı qoyulub arka. Yəni evə giriş hissəsinə də. Şimdi buradan o belə bir geniş salı. Burada belə bir televizor yeri yığılıb. Katalog asma tavandır. 6'nın 4'dədir zal. Burada bir yataq otağıdır. Yəni geniş 4'ün 4'ə bir otaqdır. Detsk otaq deyək də. Burada bir qonaq otağıdır böyük. 6'nın 4'ə. Yəni pəncərələr də öz həyətinə baxır. Yəni pəncərə yəni Meşə Tələmirdə qonşuya. Öz məhəlləsinə baxır. Öz məhəlləmizə baxır. Burada da bir yataq otağıdır. Bu da 4'ün 4'dədir. Ev əşyalı verilir. Yəni beləncə, yəni pəncərələrin hamısı yəni öz həyətinə baxır. Yəni Meşə Tələmir hansısa bir qonşuya. Ev səliqəli evdir. Yəni kim alsa sağlamaq istəyir.